Salam, hər vaxtınız xeyir olsun. 24-6-cı ay 2026-cı il tarixində tarix müəllimlərinə sertifikasiya imtahana düşmüş növbəti bir test nümunəsinə baxırıq. Deməli, ilk öncə şərtə baxaq. Osmanlıda geriləmə dövrünə aid olan hadisəni seçin. Deməli, ilk öncə geriləmə dövrü neçənci illərə aid edir, buna baxırıq. 1699-cu ildən 1791-ci ilə qədər olan hadisələr demək geriləmə dövrünə aiddir. Bizə də aid olanı soruşur. İndi gəlin baxaq. A variantı. İlk dəfə beşik alimliyi üsulunun tətbiqinə başlanıldı. Biz bilirik ki, Osmanlıda ilk dəfə beşik alimliyini Osmanlı Sultanı 1-ci Əhməd həyata keçirmişdir. Onun da hakimiyyətləri 1603-cü ildən başlayır, 1617-ci ilə kimi əhatə edir. Deməli, bu deyil. B variantına baxaraq. Krit adası Osmanlı dövləti tərəfindən ələ keçirildi. Bu hadisə 1669-cu ildə olubdur. Bu da geriləmə dövrünə aid deyil. Çünki geriləmə dövrü 1699-1791-ci illərə aid edir. Rus gəmilərinə Dunay çayında sərbəst üzmək hüququ verildi. Bu hadisə deməli 1812-ci ildə Osmanlı ilə Rusiya arasında bağlanmış Buxarest sülhünə görə verilmiş bir hüquqdur deyə, bu da geriləmə dövrünə aid deyil. Avropa nümunəsində nazirliklər yaradıldı. Bunu isə bildiyimiz kimi Osmanlı Sultanı II. Mahmud yaratmışdır, reform keçirərək. Onun da hakimiyyətləri 1808-ci ildən 1839-cu illərə qədər olan hadisələrə əhatə edir, bu da aid deyil. Və C variantına baxırıq. Nadir Şah Əfşarla sülh müqaviləsi imzalandı. Bəli, Nadir Şah Əfşarın dövründə, hakimiyyət illərində Osmanlı imperiyası ilə müharibə aparılmış və müqavilə bağlanmışdır. Deməli, doğru variant C variantıdır.